O, minlərlə insanın həyatını xilas edəcəyi bir yol tapdı. Amma hamı ona sadəcə güldü. 1840-cı illər, Viyana, doğum evi. Burada hər 5 qadından biri doğuşdan sonra ölürdü və bu sadəcə normal sayılırdı. Həkimlər səbəbini anlamırdı və düzünü desək, heç tapmağa da çalışmırdılar. Gənc Macar həkim Ignaz Semmelweis isə çox qəribə bir şeyə diqqət yetirdi. Həkimlər morqdan, meyitlərin yanından çıxıb birbaşa doğuş qəbul etməyə gedirdilər. Əllərini yumadan, ümumiyyətlə heç nə ilə yumadan. O çox düşünmədən sadəcə bir qayda tətbiq etdi. Əlləri xlorlu su ilə yumaq və ölüm sayı kəskin şəkildə azaldı. 18%-dən cəmi 1%-ə. Bu sadəcə təxminlər deyildi, konkret rəqəmlər idi. O hər şeyi dəfələrlə yoxladı, hesabladı və hamıya göstərdi. Bəs əvəzində nə aldı? Gülüş, qəzəb və inkar. Həmkarları onu dəli adlandırdı. Çünki onun tapdığı həll yolu çox sadə, həm də çox narahat edici idi. Axı bu, qadınların ölümünə elə həkimlərin özlərinin səbəb olduğunu sübut edirdi. Onu işdən qovdular. Hamının içində açıq-aşkar lağa qoydular və o sındı. 1865-ci ildə onu zorla psixiatriya xəstəxanasına bağladılar. Cəmi 14 gün sonra o vəfat etdi, qan zəhərlənməsindən. Bütün ömrü boyu mübarizə apardığı o eyni infeksiyadan. Yalnız illər sonra dünya onun haqlı olduğunu etiraf etdi. Amma artıq onun buna ehtiyacı yox idi.